Vitrinlərdəki şirniyyatların az qala hamısını bir qutuya yığıb, müsəlman balaların görüşünə tələsdik. Əllərimiz kamera ilə məşğul olduğundan yükümüzü daşımağa bu şəxs bizə yardımçı oldu. Sonradan bildik ki, adam aşırı dərəcədə içkilidir və özünün yardıma ehtiyacı var. Amma buna rəğmən yük ilə məscidin içinə də daxil olmağa hazırlaşırdı ki, məsələyə müdaxilə eləməli oldum. Yo, dayan, olmaz. O içkilidir, belə vəziyyətdə məscidə girə bilməz. Köməyə görə çox sağ ol. Məscidin içinə içkili olmaz. Sən ver. Çox sağ ol mənim qardaşım. Bizə sadəcə kömək eləmək istəyirdi, amma ki, məscidə qədər kömək elədi. Təbii ki, burada kömək pulsuz olmur. Halallaşdıq onu ilə, necə deyərlər, adam çox içmişdi, heç ayaq üstə dayanamırdı. O necə gətirib daşıdı, Allah bilir. Yük ona balans verir. Ona görə dedim ki, məscidə içkili olmaz.